Sevgili ekizler ve ok atanlar, kariyer ve iş hayatınızda değişim ve dönüşüm yaşayabilirsiniz. 25 ve 26 noyabr tarihlerinde gökyüzünde Marsla Kuzey düğümü arasında 90 derecelik kare açı aktif olduğu için Güneş bürcü ve yükselen bürcü, ekizler ve ok atan olanlar kariyer ve iş hayatınızda yükseliş yaşayabilirsiniz. Kariyera sahenizde cesur bir adım atabilirsiniz. Sosyal medyada görünürlüğünüz artabilir, iş değiştirme isteyebilirsiniz. Aynı zamanda fiziki enerjiniz çok yüksek olacak. Ve yolunda gitmeye sağlam olmayan iş ortaklıklarınız sonlanabilir. Yeni biriyle, yeni iş ortaklığına başlayabilirsiniz. Dikkatli olmaya çalışın. Çalıştığınız işte birinden hoşlanabilirsiniz ve bazı mevzularda kararsızlık yaşayabilirsiniz. Sanki hayatın bir anda değişir hissi kimi de bir his yaşayabilirsiniz. Aynı zamanda ev değişikliği, başka bir eve köçme, evde təmir etdirmə və evin təmir olunması kimi məsələlər gündəminizə gələ bilər. Yaşadığınız evdən ayrılmaq istəyə bilərsiniz, başqa bir ev almaq istəyə bilərsiniz və eyni zamanda yalnız yaşamaq istəyə bilərsiniz və bir tərəfdən də valideynlərinizlə ünsiyyətdə anlaşılmazlıqlar yaşaya bilərsiniz. Diqqətli olmağa çalışın. Gizli qalmış bütün mövzular ortaya çıxa bilər və sizin aldığınız qərarları ailəviz dəstəkləməyə bilər və bir tərəfdən də ailəvi məsuliyyətləriniz də arta bilər və 25 və 26 noyabr tarixlərində valideynlərinizdən birinin sağlığı ilə əlaqəli mövzular gündəminizə gələ bilər. Diqqətli olmağa çalışın və heç bir mövzuda səbirsiz qərarlar almamağa diqqət və özen göstərin.